Salam əziz izləyicilər, hər biriniz kanala xoş gəldiniz. Bugün sizinlə birgə Çahargah Həbsxanasını oxuyacağıq, həmçinin əsas qeydləri nəzərə çatdıracağıq, təhlil edəcəyik. Əsərə başlamamışdan əvvəl ilk öncə qeyd edim ki, əfsanədir və epik növdə yazılır. Həmçinin əsərdə vahid bir süjet xətti var. Bəzən suallarda görürəm ki, yazılır, vahid süjet xətti yoxdur, süjet xətti yoxdur. Əslində vahid süjet xətti var, yəni. Müəyyən bir süjet üzrə irəliləyir hadisələr. Başlayaq oxumağa. Qədim zamanlarda bir alim yaşayırdı. O, öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanır. Alimin sorağı yaşadığı ölkənin hökmdarınadır. O, saraya cəlb etmək məqsədi ilə alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Alim qərara gəlmək üçün möhlət istəyir. Hökmdar alimə 3 gün burada mən dayanıram. Burada möhlət verilən hökmdar tərəfindən iki obraz var. Bir alimdir ki, ona düşünmək üçün möhlət verilir 3 gün. İkinci olaraq vəzirdir ki, suallar hazırlasın ki, ona 40 gün möhlət. Lakin biz digər əsərlərə nəzər salsaq, görərik ki, İtmi İbrahimin nağılındadır. İbrahimə 40 gün möhlət verilir ki, getsin səmənləri gətirir. Həmçinin Ağıllı uşağın nağılında da Əhmədgilin yaşadıkları kəndə vaxt verilir 3 günlükdür. Həmin vaxt ərzində qanun suallarına cavab tapa bilsinlər. Və davam edirik. Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir: "Böyük hökmdar, sizin saray üçün dərakəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmərəm." Bu sözləri deyib alim qayıdır. Öz xeyirxah işləri ilə yenidən xalqa kömək etmək. Şah səxavətini, Firavan saray həyatının qiymətləndirilməməsini nankorluq edir. Hökmdar vəziri yanına çağırıb ondan alimin hərəkətlərinə tədbirlə cavab verilməsini tələb edir. Vəzir deyir: "Alimin əvvəlcə cahilliyini sübut edib xalqın gözündən çalmaq lazımdır." Baxırıq, bu fikir xalqın gözündən alimi salmaq fikri, cahilliyini sübut etmək vəzirin dilindən deyilir. Hökmdar ondan məsləhət alan obrazdır bu hissədə. Vəzirin niyyəti çətin suallarla alimi çıxılmaz vəziyyətə salıb xalqın gözündə kiçilmək. Sualları hazırlamaq üçün vəzir 40 gün, baxın bayaq dediyim hissə, 40 günlük bir möhlət istəyir. 40 gün keçəndən sonra suallar hazır olur. Birazdan bir şey daha qeyd edəcəm bu suallarla bağlı, oxuyaq hələ ki. Hökmdar adamları meydana toplayır, alimi çağırırlar. Hər şey hazır olur. Alim təmkinlə hökmdarı dinləyir. Hökmdar alimə deyir: "Sən öz əvvəlməliyinlə xalqı aldadırsan. Sən heç də alim deyilsən." Bu hökmdarın dilindən deyilir. Deyir ki, yəni sən öz alimliyinlə, biliciliyinlə xalqı aldadırsan. Əslində sən alim filan deyilsən. Sənə vəzirim suallar hazırlayıb. Sən bu suallara cavab versən, alimliyini sübut etmiş olacaq. Alim cürətlə deyir: "Buyurun, suallarınızı verin." Hökmdar vəzirinə işarə edir. Vəzir suallara başlayır. Uludağın başından buraxılmış bir qoz zümzümə bulağına qədər neçə dəfə fırlanır. Alim gülə-gülə deyir: "Mən sualın cavabını verməyə hazıram. Siz isə Uludağda zümzümə bulağına qədər olan yolun nə qədər olur? Dağın nə qədər maili olmasını, bir də qozun həcmini." Cəmaət alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olur. Artıq sual vermək fikrindən vaz keçirlər. Biabır olmaq istəmirlər. Burada nə qeyd edəcəkdim? Deyir ki, məsəl üçün sual olaraq bəzən düşür ki, vəzirin bütün suallarını dinləyir, alim hər birinə cavab tapır. Əksinə biz burada vəzirin bütün suallarını eşitmiş olmuruq. Hansı suallar hazırladığını başqa bilmirik. Sadəcə bir sualını eşidirik. Ona da alim öz alimliyi ilə, biliciliyi ilə gözəl bir cavab verir. Beləliklə cəmaət onu alqışlayırlar dedikləri fikri və hökmdar vəziri məyus olurlar. Həmçinin biabır olmamaq üçün vaz keçirlər sual vermək fikirlərindən. Alim evə yollanır. Ancaq onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən karvana qoşurlar. Və bu hissədə nəzərə çatdırılmış uşaqlar. Alimi xalq, əhali başqa karvana qoşmaq istəyirlər. Çünki burada da deyildiyi kimi onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaqdır. Və elə də olur. Birazdan onu da qeyd edəcəm. Hökmdar gedib çatan kimi saraya, axı bunlar sualı meydanda verirdilər. Hər kəsin cəmaatın içərisində verirdilər sualları alimə. Çatan kimi əmr edir ki, alimi gətirsinlər. Yəni müəyyən bir cəza verəcəkdi hər halda əgər tapsaydı alimi. Kərvandakı hər dəvənin boynuna alim şərt qoyur ki, bir zınqrov
zınqrovları götürüm. Həmin zınqrovları yerini dəyişim. Əgər şərtimlə razı olsalar, kərvan başçısına bu arada bunu deyil və sizinlə birgə çıxıb gedəcəm. Kərvan başçısı əlbəttə ki, razı olur. Ancaq səbəbini öyrənmək istəyir. Mən zınqrovların səsindən ecazkar musiqi yaradım. Bu bizi ölümdən qurtaracaq. Bəli, alim zınqrovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə tələ dəyir. Zınqrovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır. Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəccə gəlib kərvanın üstü uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqs edir, axşamdan bükləyən güllər yenidən ləçəklənir, əsir satır. Sizə kimdən verim? Hökümdardan xəbər verim bu arada. Cümləni tam deyək. Saraya çatan kimi alimin ona hüzuruna gətirilməsin. Baxın, bayaqlarım dediyim gibi. Alimi nə qədər axtarsalar da tapa bilmirlər. Hökümdar bir bölük atlını karvanın dalıyca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqrovlardan çıxan musiqi saydaları alimə aparmağa gələn atlıların karvana yaxınlaşmağa qoymur. Əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir düşür. Məcazi mənada. Alimin yaratdığı musiqi sədaları altında bihuş olurlar. Birdən atlılar elə bir yuxudan oyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədir. Alimin geri qaytarılması artıq müşkül bir iş olduğunu görən dəstə geri qaytarılır. Mən uşaqlar bəzən tezdə bir şey daha düşünür. Alimin getdiyi kərvan başçısı ilə, kərvandakılar ilə bu gələn dəstənin arasında, onların yolladığı dəstə arasında bir savaş baş verir, savaş səhnələri var. Xeyr, əksinə burada hər hansı bir savaş səhnəsi rast gəlmirik. Həmçinin onlar musiqi sədalarından bihuş olurlar, huşlarını itirmiş kimi olurlar, sanki bir yuxuya gedirlər və geri qayıdırlar əli boş. Daha sonra hökmdar qəzəblənirmi, nə hərəkət edir, nə addım atır, biz bunu bilmirik. Həmçinin çağırgah əfsanəsi deməli, biz burada Hansı atalar sözünü səsləşə bilər bu əfsanə. Deyə bilərik ki, özgəsinə buy qazan özü düşər. Atalar sözünü uyğunlaşdıra bilərik. Çünki burada vəzir də, hökmdar da alimə suallar verib onu biabır etmək istəyirlər. İstəyirlər ki, onun yalancı bir alim olduğunu xalqa sübut etsinlər. Dırnaq arası əslində elə bir şey yox idi. Lakin əksinə özləri cəmaatı biabır olurlar. Həmçinin biz əsərdə görürük ki, güc sahibləri ağıl sahiblərinin qarşısında necə məğlub olur. Güc sahibi burada hökmdardır, vəzirini də hətta götürə bilərik. Ağıl sahibi olaraq da alimi nəzərdə tuturuq. Həmçinin şah qürurlu bir obrazdır. Əksinə vəzir hiləgərdir, şah isə qürurludur. Niyə qürurlu bir obrazdır? Çünki onun şahlıq qüruru alimin əsl niyyətini anlamağa icazə vermir. Düşünür ki, bu kimdir? Mənim deməli geri çevirsin. Yaxud bu kimdir ki, bizim suallarımıza belə cavablar versin, biabır edir. Xalqın içərisində eləsin. Həmçinin biz deyirik ki, burada şərt qoyan obraz var, şərt qoyan lazım. Möhlət verən şərt lazım. Alimdir ki, kərvan başçısı şərt qoyur ki, əgər mənim şərtimi yerinə yetirsəz, sizlə birlikdə gələcək. Həmçinin qaçmaq fikri, bu ölkədən getmək fikri deyək də daha doğrusu alimə məxsus deyildi. Əhali onu o qədər sevir ki, istəyir ki, getsin, çünki hökmdar saraya qaydanda ona hər hansı bir cəza verə bilər və hətta öldürə bilər. Ona görə də onu qoşurlar kərvana ki, başqa bir ölkəyə getsin. Həmçinin burada sualları verən obraz vəzirdir. Sualları hazırlayan da verən obraz da vəzirdir. Yəni düşə bilər ki, hökmdar vəzirin hazırladığı sualları verir. Əksinə, vəzir özü hazırlayır, özü də sualları verir və bayaq dediyim kimi biz sualların hər birini eşitmiş olmuruq. Hikmətin fəzilətli əsəri ilə Bakı xanovun səsləşən bir hissə daha var ki, burada biz hər iki əsərdə görürük ki, inşallah ki, bu arada hikmətin fəzilətini də təhlil edərik. Hər iki əsərdə biz gördük ki, suallar verilməklə xarakterin, müəyyən bir xarakterin bilik səviyyəsi burada deməli ölçülür. Daha sonra biz nəyə qeyd edə bilərik? Alimin deyə bilərik ki, ağlı sayəsində, musiqisi sayəsində alim obrazı qələbə çalmış olur. Həmçinin son olaraq da onu qeyd edim ki, deməli, burada yaşadığı yeri tərk etmək, başqa yerə getmək fikri alimin fikri deyildi. Alimdən olsaydı yenidən yaşadığı əraziyə qayıdıb insanlara yaxşılıq etməyə, kömək etməyə